Salam müəllimlər, bugünkü mövzumuz dekorativ tətbiqi sənət ağac üzərində oyma mövzusudur. Dekorativ tətbiqi sənət incəsənətin geniş yayılmış sahələrindən biridir. O, insan tərəfindən yaradılan maddə aləmin bədii tərtibatına xidmət edir və onun estetik gözəlliyini reallaşdırır. Ağac üzərində oyma ağacın bədii işlənməsinə deyilir və belə işlənmə zamanı naxış məmulatın üzərinə baltadır, bıçaqdır, kəski iskənə və digər oxşar alətlər vasitəsilə də salınır. Və ağac üzərində oyma sənətinin tarixi 100 illər öncəyə dayanır. Ağac üzərində oymanın hansı növləri var? Kəsmə ilə oyma, bıçqlama ilə oyma, müstəvi qanovcuqlu oyma, həndəsi oyma, kənar xətt üzrə oyma, qövsvari digər adı dırnaq şəkilli oyma, yastı relyefli oyma və qabarıq relyefli oyma. İlk növbədə kəsmə ilə oyma nədir? Ağac üzərində yerinə yetirilir. Belə oymada salınan təsvirin elementləri bir-biri ilə əlaqəlidir və fon əvəzinə çərtiklərlə əhatə edir. Kəsmə ilə oymada iki tərəf açıq deşiklər kəski iskənəyin köməyi ilə açılır. Kəsmə ilə oymada açar sözümüz ağac üzərində. Bir-biri ilə əlaqəlidir fon sözü. Açıq deşiklər kəski iskənəyin köməyi ilə açılır sözü kəsmə ilə oymada açar sözümüzdür. Həmçinin də bu şəkil və ağac olan şəkil kəsmə ilə oymanın şəkilləridir. Bıçqlama ilə oyma nədir? Bu zaman əməliyyatlar kəsmə ilə oymada olduğu kimi yerinə yetiriləcək. Yalnız fərq ondadır ki, burada bəzi sahələr bıçqı və lobzqın köməyi ilə kəsiləcək. Adından göründüyü kimi bıçqlama ilə oyma. Müstəvi qanovcuqlu oyma düz səth üzərində müxtəlif formalı qanovların oyulması ilə yerinə yetirilən oyun üsuludur. Və müstəvi qanovcuqlu oymanın iki növü var. Həndəsi oyma və kənar xətt üzrə oyma. Nədir həndəsi oyma, nədir kənar xətt üzrə oyma? Həndəsi oyma ağac üzərində oymanın çox qədim üsuludur. Və belə oymada çəpinə bıçaq, yarımdairəvi iskənə ilə düz xətli qövsxari elementlər şəklində salınır. Və elementlər əsasən üçbucaqdır, kvadratdır, çevrədən ibarət olur. Həndəsi oymada açar sözlərimiz qədim üsuldur sözü, çəpinə bıçaq, yarımdairəvi iskənə, düz xətli qövsvari element, üçbucaq, kvadrat, çevrədən ibarət olur sözlərimizdir. Bıçqlama ilə oyma balıq şəklini yadınızda saxlayırsınız. Həndəsi oymanın elementləri hansılardır? Baxın müəllimlər, 1, 3, 6 olan 3 tilli qanovcuqlardır. 2 ilə 4 qövsvari, 5 ilə 7 isə 4 tilli qanovcuqlardır. Bu da həndəsi mətbəx elementidir. Naxışın qabarıq kəsmə, bıçqlama ilə oyulmasını isə bəzəkli oyma deyilir. Nədir kənar xətt üzrə oyma? Baxın müəllimlər, bunlar da kənar xətt üzrə oymanın şəkilləridir. Ən sadə oyma üsuludur. Yeganə elementi qanovcuqlardır. Seçilən iskənənin növündən qanovlar yarım dairəvi, yəni üçgüncə alınır. Xəttlər üzrə oyma əsasən təsvirin kənar xəttinə dayaz oyulmaqla yerinə yetirilir. Baxın, sual veriləcək ki, xəttlər üzrə oymada təsvirin kənar xəttləri necə oyulur? Deyirsiniz ki, dayaz oyulmaqla. Əsasən çiçəkdir, yarpaqdır, quş, heyvan təsvirlərinin salınması üçün istifadə edilir. Təsvirin yeni uzun eyni ölçüdə olan qanovlarla yeni it, amma bəzən qanovların ölçüsü isə dəyişə bilər. Deməli, ən qədim oyun üsuludur desəm həndəsi, sadə desəm kənar xətt üzrə oyma. Qövsvari dırnaq şəkilli oyma. Baxın, sanki dırnaq kimi, bax, belə yadınızda saxlayırsınız. Əsas elementi qövsdür, zahirən dırnağın istənilən yumşaq material qoyduğunuz bənzədiyi üçün buna dırnaq şəkilli oyma deyilir. Yəni, hamar səth üzərində yarım dairəvi çapıqdır. Yastı relyefli oymada isə hər hansı təsvir eyni səthdən oyularaq salınır. Qabarıq relyefli oyma. Bu relyef təsviri qismən və yaxud da tamamilə fondan ayırır. Buna görə də heykəl görüntüsü yaradır. Hamar səth üzərində bir tərəfli təsvirdən fərqli olaraq qabarıq oymada təsvir hər tərəfli işlənəcək. Və qabarıq relyefi oymağa üzərində oymanın ən çətin növüdür. Bu sənət növü sənətkardan təsvirin qabarıq görüntüsünü yaratmaq bacarığı tələb edir və mənzərəni uzaqdan görmə, nisbət saxlama qabiliyyəti tələb edir. Deməli, ən çətin növü qabarıq relyefli oymadır. Oyma üçün ən yaxşı material cökə, ağcaqovaq, qızılağac oduncaqlarıdır. Onların oduncağı hamar möhkəm olur, bu oduncaqlardan olan oyma nümunələri davamlıdır, əyilmir və qabarmır. Cökə, ağcaqovaq, qızıl ağac. Çox incə, dəqiq oyma işləri üçün isə toz ağacı oduncağı da olduqca qiymətli xammal hesab ediləcək. Çox incə dəqiq oyma işlərində toz ağacı oduncağını yadımızda saxlayırıq.
və onun üzərində oyma bir qədər çətin olsa da, bu çatlamır və bütün istiqamətli işləmə üçün yararlı olur. Armud, ağcaqayın, alma, ağların ardıcıllığı varsa, nəfis oyma işləri üçün əvəz edilməzdir. Və digər bir məsələ. Oduncağın sıxlığına görə və bu oduncaqlarda sıxlığına görə fil sümüyünə bənzəyəcək. Belə müəllimlər, dərsimizin izahı bu qədər.